Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve bereketi siz değerli Ehl-i Beyt dostlarının üzerine olsun. Ramazan bayramını geride bıraktık. Ramazan ayını geride bıraktık. Allah ibadetlerimizi ve oruçlarımızı kabul etsin. Bu Ramazan bayramı günlerinde maalesef üzücü bir haber aldık. İstanbul Bağcılar İlçe Emniyet Müdürlüğü'ne bağlı görev yapan bekçimiz görev sırasında uğradığı saldırı sonucu şehit olmuştur. Şehidimiz Uğur Gölçek. Ailesine ve sevenlerine başsağlığı diliyoruz. Milletimizin başı sağ olsun. Bu konu hakkında bir şey söylemek ister misiniz? Bismillahirrahmanirrahim. Programımıza başlamadan önce. Şehidimizin ruhu şad olsun. Ailesinin, sevenlerinin, milletimizin başı sağ olsun. Bu haince saldırıyı kınıyor ve lanetliyoruz. Bu ülkede, bu millet için, bu devlet için görev yapan tüm emniyet güçlerine, kolluk kuvvetlerine Allah'tan yardım diliyoruz her zaman. İnşallah ayaklarına taş değmesin. Bu acı haber bizleri derinden üzmüştür. O bekçiler, özellikle o bekçiler ki geceleri bizim güvenliğimiz için, biz rahat uyuyabilelim diye görev yapıyorlar. Ruhu şad olsun. Çok üzgünüz. Bugün de cenaze törenini yaptık. İnşallah bir daha böyle acı haberlerle karşılaşmayız. Rabbim şehidimizin ruhunu şad etsin. Şehidimizi Kerbela şehitleriyle, İmam Hüseyin Aleyhisselam ile, Çanakkale şehitleriyle, Karabağ şehitleriyle beraber haşreylesin. İnşallah son acı haberimiz olsun. Amin inşallah. Bizler de Azerbaycan şehitleri ve Türkiye şehitleriyle birlikte İmam Hüseyin Aleyhisselam'ın komşusu olsunlar inşallah. Sizler de bir şey söylemek ister misiniz hocam? Allah şəhidimizə rəhmət etsin, Allah ruhunu şad etsin. Allah'tan istəyirəm ki, onu İmam Hüseyinlə məşhur etsin. Bütün Türk xalqına başsağlığı verirəm. Ailəsinə səbir diləyirəm. Güvən Hocanın dediyi kimi Allah el eləsin ki, bir daha şəhidlik, belə bir acı xəbərini eşitməyək. Allah amin. Bütün əskərləri qorusun, yerin göyün bəlasından hifz eləsin. Allah rəhmət eləsin. Amin. Teşekkür ederiz. Evet, her hafta olduğu gibi bu haftada Ehl-i Beyt Coğrafyası programımızda sizlerle birlikteyiz. Konuklarımı tanıtarak programımıza başlıyoruz. Bugün konumuz Azerbaycan ve Azerbaycan'da Ehl-i Beyt sevgisi üzerine olacak. Değerli Caferi Alimi Elvurs Kerimov hocam bizlerle birlikte. Hoş geldiniz hocam tekrar. Teşekkür ederim. Daha önce de Skype üzerinden konuğumuz olmuştunuz. Bugün de stüdyomuzdasınız. Ayağınıza sağlık. Teşekkür ederim. Ve Caferi Alimi Güven Dumanlı hocam sizler de hoş geldiniz. Hoş bulduk. Teşekkür ediyorum. Evet Elvurs hocam Azerbaycan ve Azerbaycan'da Ehl-i Beyt sevgisi üzerine bizi bilgilendirir misiniz? Bismillahirrahmanirrahim. İlk olaraq təşəkkür edirəm dəvət etdiyiniz üçün. Güvən Hocaya təşəkkür edirəm. Dəyərləndirib bizləri dəvət etdi və üzr istəyirəm ilk olaraq ki, danışacağım sizin məhzərinizdə. Allah sizləri qorusun. Allah sizləri daha da müvəffəq etsin. İnşallah daha da böyük bir uğurlara imza atarsınız. Bəli, Azərbaycanda Əhl-i Beyt sevgisi həmişə olub və indi də var və davam da edəcək. Əhl-i Beyt sevgisi ümumiyyətlə Azərbaycan tarixində həmişə olub. Azərbaycan tarixinin kökünə baxanda məsələn şairlərimiz var. O şairlərə baxanda, ədəbiyyata baxanda Əhl-i Beyt sevgisini orada görürük. Görürük ki, Əhl-i Beyt haqqında şeirlər yazıblar. Yəni, bu sevgi danılmazdır. Azərbaycan xalqı üçün danılmazdır. Azərbaycan xalqının kökü Əhl-i Beyt sevgisi ilə belə deyim, inkişaf edib, kökü Əhl-i Beyt sevgisinə bağlıdır. Və bugün də Əhl-i Beyt sevgisi dedikdə bu məzhəb olaraq fərq eləmir. İstər Şiə məzhəbi olsun, istər Əhl-i Sünnə məzhəbi olsun. Biz Azərbaycanın görürük və şükür Allah'a ki, bugün də buna nail olmuşuq. Görürük ki, Şiə və Əhl-i Sünnə bir yerdə namaz qılarlar. Yəni onlar arasında vəhdət var, vəhdət təşkil olunub. Azərbaycanda məscidlərimiz də var xüsusi olaraq və o məsciddə həm Şiə namazı qılır, həm Sünni namaz qılır. Yəni vəhdət maksimum dərəcədə qorunmağa çalışır və qorunur. Şiə və Əhl-i Sünnə
hər zaman Əhl-i Beytə sevgisi olub, onların məhəbbəti olub. İndi müəyyən kimlərsə içəridən, daxildən bu sevgini aradan aparmaq istəyirlər, bu sevgini, məsələn, bu vəhdətini dağıtmaq istəyirlər. İstəyirlər ki, bu vəhdəti bozsunlar. Amma şükür Allah ki, Azərbaycanda belə bir şey mümkün olmur. Əksinə görürük ki, bunların vəhdəti daha da getdikcə möhkəmlənir. Azərbaycan dövlətinin o addımlarının sayəsində biz görürük ki, bəli, məscidlər var və o məscidlərdə Əhl-i Beyt sevgisinin məhəbbəti ətrafında toplaşırlar. Vəhdət qorunub saxlanır. Və yaxud da məsələn görmək olar, baxırsan ki, Azərbaycanda hansısa bir rayonlarda, hansısa bir kənddə məsələn Aşura günü gəlir. Aşura günü gələndə, Aşura günündə həm Əhl-i-Sünnə də Aşura günü keçirir, həm də Şiə məzhəbi də Aşura gününü keçirir. Bunların ortaq bir İmam Hüseynə olan sevgisidir. İndi fərqli baxışlar ola bilər, işim yox. Fərqli məzhəb varsa, fərqli baxış var. Amma bu fərqli baxışı, bu iki məzhəb qardaşdırlar, özləri həll edirlər, özləri öz aralarında həll etməlidirlər. İki qardaşın arasında hər hansı bir müzakirə yarananda üçüncü şəxsə ehtiyac olmur da, özləri o müzakirəni edirlər və müzakirəni həll edirlər. Mehribancasına, dostcasına o müzakirə ilə o problemi aradan aparırlar. Bugün biz görürük ki, məscidlərimizdə də Əhl-i Beytə aid olan məclislər təşkil olunur. Məhərrəm ayı məsələn təşkil olunur və bu 10 gündə İmam Hüseyn haqqında danışılır, İmam Hüseynin hədəfi haqqında danışılır. Və yaxud da mübarək Ramazan ayı olur, mübarək Ramazan ayında orada da Əhl-i Beytin hədisləri deyilir, Əhl-i Beyt tanınır. Ümumiyyətlə qeyd edək ki, Əhl-i Beyti sevmək, Əhl-i Beytə məhəbbət göstərmək, bunu həm də Ustad mərhum Hacı Şahin də deyərdi, həmişə bu məsələyə toxunardı. Deyərdi ki, bir xalq əgər Əhl-i Beyti sevsə, bir xalq Əli əleyhissalamı sevsə, o xalq mərhəmətli bir xalq olacaq. O xalq insanlara, başqalarına qarşı mərhəmətli olacaq. Yəni, mümkün deyil bir insan gəlib İmam Hüseyni sevsin. İmam Hüseyni, məsələn, Kərbəlasını araşdırsın, araşdırma aparsın. Amma radikal bir düşüncədə olsun. Bu mümkün deyil. Və yaxud da xalqına nifrət eləsin. Bu mümkün deyil. Və yaxud da xəyanət etsin. Yox. Əhl-i Beyt məktəbində belə bir şey yoxdur. Əhl-i Beyt məktəbi hər zaman bizə öyrədir ki, xalqını sevməlisən. Və o cümlədən də, məsələn, İmam Hüseyn də Əhl-i Beytdəndir. İmam Hüseyn bizə nə öyrədir? İmam Hüseyn öyrədir ki, xalqını, vətənini sevməlisən, sadiq qalmalısan. Başqaları üçün ərməlisən, öz canını fəda edə bilməlisən. Biz Qarabağ döyüşlərində də görürük ki, bizim şəhidlərimiz var idi ki, onlar da İmam Hüseynin eşqi ilə şəhadətə çatdılar. Yəni, onlar da İmam Hüseynin adını dillərinə gətirərək öz xalqını qorudu, vətənlərini qorudu. Peyğəmbərimizdən də məşhur bir hədis var, gözəl bir hədisdir. Bu hədisə həmişə mən danışanda deyirəm ki, bu hədisin özü vətən sevgisinə aid olan hədisdir. Güvən Hoca da təsdiqlər yəqin ki, Peyğəmbər deyir, hubbul vətən minəl iman. Vətəni sevmək imandandır. Yəni, bu nə? Vətəni sevmək nə deməkdir? Bizdə belə bir ifadə var, vətənpərvər. Vətənpərvər, yəni vətəni istəyən, vətənə sevgisi olan. Peyğəmbər elə bir ki, demək istəyir ki, vətənpərvər olan, vətənpərvərlik imandandır. Vətənpərvərlik imandandır. Peyğəmbər bunu demək istəyir. Bəli, hər bir insan Əhl-i Beytə bağlı olarsa, vətənini də sevəcək, xalqını da qoruyacaq, xəyanətkar olmaz və həmçinin də pis işlərdən uzaq olar. Əhl-i Beytin öyrətisi də bu yöndür. Bəli, Əhl-i Beyt də zaten. Şunu deyə bilir miyiz hocam? Yəni, vatan sevgisi yoxsa bir insanda imanı da eksiktir. Hatta belki hiç yoktur o iman. O iman eğer sana vatan sevgisi vermiyorsa, millet sevgisi vermiyorsa, vatan ve milletin birliği ve dirliğini vermiyorsa demek ki imanında bir sıkıntı vardır, bir yanlış vardır. Doğru mu? Doğru. Ümumiyyətlə bir insan gəlib dindar olsun. Dindardır, namaz qılır. Onda xalq sevgisi, vətən sevgisi yoxdursa, onun dindarlığında problem var. Yəni o düzgün dindarlığı yerinə yetirmir. Peyğəmbərimizin o bayaq dediyim hədisə düzgün əməl etmir. Yəni o demək ki, yəni bu zahirdə dindardır, amma siz dediyiniz kimi
onun imanı yoxdur və yaxud imanı zəifdir və yaxud ümumiyyətlə belə desə, ümumiyyətlə iman yoxdur. Peyğəmbər çünki deyir, baxı, vətəni sevmək imanındır. Ona görə də bəli, Azərbaycanda da bizim xalqımız, Azərbaycan xalqı Əhl-i-Beytə çox böyük ehtiram göstərirlər. Yenə xülasə deyim, bayaq dediyim kimi, Azərbaycanın kökü Əhl-i-Beytlə bağlıdır. Azərbaycan xalqı Əhl-i-Beytə sevgi göstərir və bizim məscidlərdə Əhl-i-Beytə aid olan tədbirlər də keçirilir. O cümlədən sünni-şiə qardaşlığı maksimum dərəcədə qorunmağa çalışır. Özellikle Hacı Şahin hocamızın da bu yönde çok vaazlarını duyuyoruz, görüyoruz. Siz de Allah rahmet etsin kendisine yakın bir alimmişsiniz. Hacı Şahin'in mesela hocamızın da vaazlarında, hutbelerinde bu konuyla alakalı görüşleri nasıl? Aslında biraz da bize Hacı Şahin'i anlatırsanız, evet. Onun yanında olduğunuz için sürekli. Bizim ona karşı farklı bir muhabbetimiz var Türkiye'de tebliğ kendisine. metodolojisiyle nasıl işler yaptığı orada biliyoruz. Hem oradaki insanlarımızın, soydaşlarımızın hem buradaki insanların, Türklerin kalbinde ayrı bir yeri vardır. Ve yine buyurduğunuz gibi Şii, Sünni, burada da Şii veya Sünni olsun. Evet. Hacı Şahin rahmetliye bir muhabbet var. Çünkü onun sözü mezhebi bir söz değildi. Tam olarak ilahi bir kelamı anlatıyordu. O yüzden kalpleri de tesir ediyordu. Evet. Onun mesela bir evlat sevgisi, mesela iyi olmak, mesela şükür etmek, mesela doğru konuşmakla alakalı, yalan söylememekle alakalı sohbetlerini herkes dinliyordu. Onun Şiisi Sünnisi olmaz ki. Evet. Doğru olmanın veya iyi olmanın veya yardımsever olmanın. Bu sebeple gerçekten oradaki buraya da yansımıştı. Türkiye'de birçok insan Hacı Şahin rahmetliyi dinlerdi ve severdi. Biraz anlatırsanız iyi olur. Ruhu şad olsun. İzleyenlerimiz de bir Fatiha okusunlar inşallah. Onu da anmış olalım bu günlerde. Mərhum Ustad Hacı Şahinin mən ilk olaraq bunu qeyd edim ki, iki anlayış var, iki dənə məfhum var. Deməli, bir milli dəyərlər və bir də dini dəyərlər. Bu iki anlayış. Bilirsiniz, bəzən belə başa düşülürdü ki, bir insan dini dəyərlərə sahibdirsə, o milli dəyərə onu kənara atmalıdır, dəyər verməməlidir. Yəni, sanki milli dəyərlə dini dəyər bir-birinə ziddir. Belə bir insanlarda... Bazılarında böyle bir anlayış var. Tam tersi de var. Milli değerlere çok eğer önem veriyorsa bu sefer de dini değerleri kenara bırakmış gibi de algılanıyor bazen bazılarında. Belə bir düşüncə var, yəni sanki bunlar bir-birindən ayrıdır. Amma bunu nəyə görə gətirəm? Mərhum Ustad Hacı Şahinin də yolu elə bu idi. Nəyə anlatdı? O yeni bir din gətirmədi. Bəzilə belə düşünür ki, mərhum Ustad yeni bir din gətirdi. Nə mənada yeni bir din gətirdi? Yəni sanki Allahın, Peyğəmbərin dediyindən ayrı bir söz danışdı. Xeyr. Dini düzgün anlayıb Azərbaycan xalqına təqdim etdi. Və insanlara izah etdi ki, əslində dini dəyərlə milli dəyər bir-birinə zidd deyil. Milli, mənəvi, dini dəyərlər bunlar bir-birinə zidd deyil. Bunlar bir-birini tamamlayır. Bravo. Yəni dinimiz də bizə deyir ki, milli dəyərə önəm verməlisən. İnsanın milli dəyəri də var. Və yaxud da mənəvi dəyərdir. Bunlara önəm verməlisən. Mərhum Ustad bunu gətirib insanlara anlatdı və bu ikisini bir yerə cəm etdi, topladı. Bir araya gətirdi. Bəli, bir insan, bir dindar o kəsdir ki, o milli, mənəvi və dini dəyərlərinə önəm verir. Məsələn, bayaq Peyğəmbərin dediyimiz o vətən sevgisi məsələsi var. Biz deyirik, məsələn, milli dəyər, mənəvi dəyər, həm də dini dəyərdir. Yəni, bunlar bir-birinə zidd deyil. Bir insan dindardırsa, öz vətənini sevəcək. Bəli, biz də bunu deyirik. Biz də deyirik ki, vətənpərvar olmaq lazımdır. Biz də deyirik ki, milli dəyərlərə önəm verməlisən, dini dəyərlər, mənəvi dəyərlərə önəm verməlisən. Yəni, bunlar bir-birinə zidd bir şey deyil. Ustad bu şeyi gətirib insanlara təqdim etdi, bu dini insanlara göstərdi. Və ən önəmlisi də mərhum Ustadın başqa bir metodologiyası da var idi. O da nə idi? Radikallığın qarşısını aldı. Radikallıq. O çox önəmli. Önəmli idi, bəli. Radikallığın qarşısını necə almaq olur? Biz bilirik ki, radikallığın qarşısını almaq ilk olaraq onlara insan ağıllı olmalı. Məsələn, biz bəzi ideologiyalara baxırıq, görürük ki, onlar radikaldır. Səbəb nədir? Onların radikal olmasına səbəb nədir? Onların radikal olmasına səbəb budur ki, ağlı onların başından çıxarıblar.
Onların ağlını alıblar, artıq ağılsız addım atırlar. Bir insan da Qurani-Kərimə ağılsız yanaşsa, istədiyi kimi Qurani-Kərimi təfsir edəcək, izah edəcək, yəni özündə bir radikallıq formalaşdıracaq. Mərhum ustad neynədir? Dini ağıl çərçivəsində insanlara təqdim etdi. Yəni insanlara izah etdi ki, din ağıl dinidir. Ağıldan kənar bir şey deyil. Din ağla önəm verir və Qurani-Kərimi gözəl izah etdi, ağılla izah etdi. Bunları izah etməklə o radikallığın qarşısını aldır. Və ən önəmli məsələ də sevgi. Məsələn, hədis deyir, din sevgidən başqa bir şeydirmi? Yəni, həm də sevgini göstərdi. Mən həmişə deyirəm, bəzən insanlar dini təqdim edəndə, bəzən görürsən, radikal formada təqdim edir. İnsanları danlayır, danlamaqla təqdim edir. Yəni, sanki yuxarıda oturan böyük bir şəxsiyyətdir, düzdür, ruhanidir, böyük bir şəxsiyyətdir, önəm verilməlidir, amma sən qarşı tərəfi sındıra bilməzsən. Sən onlara danışanda çox sakit danışmalısan, mülayim danışmalısan. Peyğəmbər mülayim danışardı insanlarla. Sən onlarla mülayim danışmırsan, hökm oxuyursan onlara, əhkam kəsirsən. Bu da insanları narahat eləməyə başlayır. Bu da insanlarda nə formalaşır? İnsanlar düşürür ki, əgər bu dini belə təbliğ edirsə, gör onun Allahı necədir. Yəni, Allah da məndən onda o cür yanaşır. Allah da sanki qəzəbli bir varlıqdır, insanlara qəzəblidir, hökm oxuyur. Bunu eləməsən səni cəhənnəm atasan. Mərhum ustad gəldi, neynədir? Allahla insanları barışdırdı. Bir barış yaratdı. Mən həmişə onu deyirəm ki, Allahla insanı barışdırdı. Bir barış yaratdı. Məsələn, istər dindar olsun, istər dindar olmasın, incəsənət adamlardır, biz gördük son dövrlərdə. Görürük ki, məsələn, hamısı hacıya rəhmət oxuyurdu. Hamısı hətta hacı ilə münasibətləri var idi. Niyə? Nə üçün ünsiyyətləri var idi onlarla? Çünki hacının Allahını sevirdilər. Hacı təqdim etdiyi Allah sevgidən ibarət bir Allah idi. Və insana mərhəmət dolu bir din təqdim edəndə, bir Allah təqdim edəndə ustad həmişə deyirdi ki, onu bəzən tənqid edirdilər. Deyirdilər ki, sən Allahın rəhmətindən çox danışırsan. Minbərdə bir romantika açmısan. İnsanlara romantika danışırsan, sevgidən danışırsan, məhəbbətdən danışırsan. Bəs Allahın cəzası, bəs Qurani-Kərimdə əzab, bəs onlardan niyə danışmırsan? O da deyərdi ki, əvvəla heç kim Allahın cəzasını, cəza olmalıdır, sevgidə cəza da var. Bu öz yerində, amma heç kəs burada Allahın cəzasını inkar etmir, pis insanların cəzasını inkar etmir. Biz insanlara cəza dili ilə danışmaqdansa, insanlara məhəbbətlə danış, sevgi ilə danış, qoy onlar günah etməsinlər. Amma nədən günah etməsinlər? Allahın sevgi dolu mərhəmətini görsünlər, xəcalət çəkib günah etməsinlər, utansınlar günah etməsinlər. Amma sən gəlirsən buna, Allah səni belə cəzalandıracaq, səni belə eləyəcək, bunu danışmaqla bu insanda əks təsir yaradır. İnsan narahat olur. Tərs etki yaradır. Bəli. Misal olaraq, əgər mənim bir dostum, bir dənə bir dostumdur. Mən səhv edirəmsə, bu adı bizdə də var, hamıda var. O dostum mənə səhvimi necə deməlidir, xətamı necə deməlidir? Əgər gəlib məni danlayaraq xətamı desə, məndə əks təsir olacaq. Kalbim kırılır, daha da şey olur. Narahat olacam və əks təsir olaraq mən onun dediyini qəbul etməyəcəm. Hətta ondan küsəcəm. Amma o gəlib mənə mehriban, mərhəmətli şəkildə, ürəyi yanaraq mənə onu desə, mənim ona sevgim artacaq. Onun sözünü qəbul edəcəm. Yəni, sanki məcazi olaraq desək, mərhum ustad Allahı belə təqdim etdi ki, Allah sizlərlə oyun oynamır, sizə qəlbi yanır. Məcazi desəm də, yəni ürəyi yanır, sevir, sevgisindən sizə bu iş görür. Hacını indiyənə qədər insanların sevməsinin səbəblərindən onu dini sevgi ilə təqdim etməsinə görədir. Məhəbbətlə təqdim etməsinə görədir. Ona görə də hacını sevirlər. Hacı həmçinin də bir ruhani, bir ilahiyyatçının ən böyük vəzifəsi nədir? Ən böyük vəzifəsi odur ki, sən minbərə çıxıb danışanda insanlara qarşı məhəbbətin olmalı, insanların özünü də sevməlisən. Biz təəssüf ki, olur da məsələn, danışanda vəzifə xatirinə danışırıq bəzən. Yəni, oxumuşam, ruhaniyəm deyə danışmalıyam. Amma əslində olmamalıdır. Bir var ruhani vəzifəsi. Məsələn, mən ruhani vəzifəsində işləyirəm.
və minbərdə oturub məsciddə insanlara xütbə edirəm. Bir də var ki, ruhani vəzifəsi yox. Bu insanın özü ruhanidir, daxili ruhanidir. Yəni, bu insanın mənəvi bir məqamı var. Ruha hitap ediyor. Bəli. Bu insan da qarşı tərəfindən danışanda, qarşı tərəfə sözünü deyəndə ruhani həmçinin belə deyim ki, belə demək olar, qayğıkeş bir ata. Qayğıkeş bir ata. Ruhani bu deməkdir əslində. Yəni insanlara həm də atalıq edir. Mənəvi atalıq etməlidir. İnsanlara ürəyi yanmalıdır. Bir insanın günah etməsini gördükdə narahat olmalıdır. Nəinki ona əsəbləşməlidir və dərhal onun günahını hər yerdə açıb onu biabır etməlidir. Yəni, belə olmamalıdır. Sevgisindən onu göstərir. Biz əgər Əhl-i Beytin, Peyğəmbərin yolunu gediriksə, onların dinini təbliğ ediriksə, Peyğəmbər insanların səhvini, xətasını deyəndə sevgi ilə deyərdi. Məhəbbət, narahat olardı onun xətasına görə. Nəinki Peyğəmbər qarşı tərəfə nifrətlə sözünü deyərdi. Mərhum Ustad Hacı Şahinin əsas yeniliyi bu oldu ki, yenə bayaq dediyim kimi, milli, mənəvi, dini dəyərləri bunları bir araya gətirdi. Və o cümlədən bu insan mərhəmət dolu bir dini təbliğ etməyə başladı. Və insanlara can yandırdı, qəlbi yanırdı insanlara, insanları sevirdi. Həm də gözəl şəkildə dini təqdim edirdi, əqli, ağılla dini təqdim edirdi. Məsələn, hansısa bir xurafat danışsın, hansısa bir yalancı bir şey danışsın, yox, belə bir şey yox idi. Bu insana mərhum Ustadın həm də moizəsi var. Ağıl barəsində də danışıb, Məhərrəm söhbətlərində də ağıl barəsində, ağıl və eşq barəsində danışıb. Orada da görünür ki, doğrudan da Ustad böyük bir əqli məqama çatdı, başa düşür və insanlara dini ağılla çatdırmağa başlayır, ağılla çatdırır. Və sonda da bunu qeyd edim ki, özü də deyərdi ki, biri var ki, mən insanlara gedib kəlam dərsi deyirəm, əqaid dərsini deyirəm və yaxud da fiqh, əhkam dərsini deyirəm və yaxud da fəlsəfə və yaxud da irfan bunları deyirəm və insanlara dini öyrədirəm. Bir də var ki, din öyrətmək budur ki, insanın nəyə ehtiyacı var? Və mənim ehtiyacım var, hər bir insanın ehtiyacı var. İnsanlara şəriət demədən öncə onların ehtiyaclarını göstərin ki, nəyə ehtiyacı var? Bunu göstərmək lazımdır. Birinci insanı təhlil etmək lazımdır. Və elə bir din təbliğ etdi ki, doğrudan da insan hacının moizələri ilə bir aramlığa çatırdı, ruhi bir aramlığa çatırdı, insan rahat olurdu. Yəni, insanların çünki ehtiyaclarını deyirdi. Ben, müsaadeniz olsa, Buyurun. çok güzel yerlere değindiniz. Hem hacının, rahmetlinin metodu, hem sizin de çok güzel açıklayışınız hemen aklıma bir iki hadise getirdi yani. Bir, buyurdunuz ki bir baba sevgisiyle, ata sevgisiyle yaklaşması lazım. Ki bununla alakalı hadisimiz var. İnsanın 3 babası vardır. Kendi babası, kayınbabası ve ilim babası. O alim onun ilmi babası oluyor. Hürmeti, ihtiramı ve ona saygıyı aslında emrediyor. Buradan da dolaylı olan bunu anlıyoruz ki o kişi ki ruhanidir, alimdir, Allah'ın beğendiği, Nebi'nin beğendiği ve imamların beğendiği baba gibi yaklaşacak ona. Sizin sözünüzden anladım yani. Allah razı olsun. Yani ben hemen oraya çıktım. İkincisi de bu bence daha kıymetlidir. O eleştiriyi, o intikatları yapanlara da bunu söyleyebiliriz. Ki neden sadece Allah'ın rahmetinden, sevgisinden bahsediyorsun? Bir kere Allah da öyle bahsediyor. Bismillahirrahmanirrahim'den giriş yapıyor. Bu ayetle, Kur'an'la bu bir şeydir. Hangi sure gelirse gelsin önce rahmetinden bahsediyor. Genelde de azaplar da gelirse eğer o ayetlerde ayetin en sonunda geliyor zaten. O da en sonunda. Bir de İmam Hüseyin Aleyhisselam'dan bu hadisi de okumuşum. İmam Cafer Sadık Aleyhisselam'dan da okumuşum. Siz de düzeltebilirsiniz yanlışsa. 3 türlü abid vardır. Bir, korkusundan cehenneme gitmemek için, bir cehennemden çekindiği için ibadet edenler, bu korkakların ibadetidir. Cehenneme gitmekten korkuyor. Bu şekilde tabir ediliyor. 2, cenneti isteyen, orada cennette yaşamak istediği, orada işte köşkler, saraylar, neyse artık, onu arzulayarak ibadet edenler vardır. Bu da tacirlerin ibadetidir. Ama bir de
ibadet edenler vardır ki, Allah'a iman edenler vardır ki onlar Allah'ı sevdiğinden, Allah'a muhabbetinden dolayı ibadet ediyorlar. Bu da hürlerin, özgürlerin ibadetidir ki en güzeli de bu, en efzeli de budur. Yani özgürlerin ibadeti, tacirlerin ibadeti ve korkakların ibadeti. Üçü de ibadettir ama en iyisi özgürlerin ibadetidir ki Allah'a olan sevgilerinden, aşklarından, Allah'ı sizin buyurduğunuz gibi hani o yani bir hicap duyar. O güzel Allah ki beni yaratmış, bana bu rızıkları vermiş. Ben nasıl ona ibadet etmeyeyim, nasıl ona kulluk etmeyeyim diye. Bir de sanıyorum burada da beni tasdik edersiniz. Sevgi karşılıklı olduğu zaman kemale eriyor. Doğru. Karşılıksız sevgiler vardır. Platonik aşk diyoruz Türkçe'de hani. Biri sever, biri sevmez. Bir kere biz eğer Allah'ın bize, bilmiyorum bu tabirim yanlış olabilir mi acaba? Platonik olarak Allah hepimizi seviyor. Bazılarımız karşılığını vermiyoruz. Allah bütün kullarını seviyor. Ne yazık ki bazılarımız o sevginin karşılığını veremiyoruz. Bazılarımız bazen veriyoruz, bazen vermiyoruz. Bazen sevgimizi o bizi seven Allah'a değil de bazen dünyaya, bazen kendi nefsimize, şeytanın sözüne uyan şeylere sevgi duyuyoruz. Bu bizim en çok utanmamız gereken şey budur. Birini sevse şunu der ya, ben senin için her şeyi yaptım, niye beni sevmiyorsun, niye sevgime karşılık vermiyorsun diye isyan eder. Aşık olan kişi, sevgi duyan kişi. Allah da bize dese ki ben sizi bu kadar sevdim, bu kadar iyilik yaptım, size bu canı verdim, bu bedeni verdim, bu nimetleri verdim, niye benim sevgimin karşılığını vermiyorsun derse biz de o sevginin karşılığını vermeyen, sevginin kıymetini bilmeyenlerden de olabiliriz. Ama ne zaman ki iki kişi birbirini sevdiğinde o sevgi ve o aşk kamil olur, o zaman daha güçlü olur değil mi? Buyurduğunuz sözden bunu anlıyorum. Özgürlerin ibadeti de budur ki beni seven bir Allah var. Ben de onu sevdiğim için ona iman edip, ona kulluk edip, ona ibadet edince işte o zaman İmam Hüseyin Aleyhisselam'ın övdüğü o en efzel olan hürlerin yani hür abidlerden oluruz. Sevgimiz de bu şekilde olur. O yüzden siz zat-ı haliniz ve merhum üstad ve yine birçok kıymetli alimlerin bu yolda gitmesini ben de destekliyorum. Önce bir sevdirmemiz lazım. Bir de bir şey daha buyurdunuz. Orada herkes, ben kendi adıma da eleştiri alıyorum. Yani oturduğun minbere veya televizyona bir yerde işte niye namaz kılmadın, niye oruç tutmadın, nasıl günah işlersin, onu yaptıktan sonra onu da kazanamazsın ki, sen de bağırdın çağırdın. Zaten muhtemelen o yanlışı yapan, o günahı yapan kişi muhtemelen annesi babası kızıyor. Eşi, kardeşi, dostu, arkadaşı kızıyor. Kendisi de kendisine kızıyor aslında. O da kendisine kızıyor. Sen niye bunu yapmıyorsun? Ben niye bu hatayı yaptın diye zaten kızıyor. Bir tane Allah kelamını anlatan birisini buldu, denk getirdi. O günah ortamını ve günahı terk etti. O dakikalarını sana ayırdı. Oturdu dinlemeye, sen de başladın onu azarlamaya, bağırmaya. Sen de kızdın. O da diyecek ki ben, bir tanesi yok mu benim başımı okşasın? Bir tanesi yok mu beni güler yüzle beni davet etsin doğruya? Yani biz de belki de doğruluğun yetimi olmuşuz. Belki de iyi insanların yetimi olmuşuz. Kur'an'da, ayette, hadislerde hep var da yetimlerin başını okşayın, onların haline hep sorun. Bazen sorup bazen sormamazlık yapmayın. Yetimin hakkını koruyun. Bir insan eğer günaha mürtekip olmuşsa, günah işliyorsa ki hangimizin günahı yok, hangimizin mürtekip olmadığı günahlar yok. Biz o insana öyle yaklaşmalıyız ki o gerçek abidliğin, imanın yetimi olmuş. Ondan uzak kalmış. O imandan, o gerçek, o nefs-i mutmainneden yetim kalmış, uzak kalmış. Eğer sen kendini imanını biliyorsan, değil mi hocam? Başını okşa o zaman onu. Yani bu sadece alimler için de geçerli değil. Yani bizi izleyenler herkes. Birinde bir yanlış gördün, onu severek, başını okşayarak onu doğruya çağırman lazım. Mesela bu güzeldir ya, sana yakışmaz bu. Çok güzel bir cümledir bence. Bu hakikaten çok tesir eder. Ya senin gibi bir insana bu yakışmaz. Sen bunu yapacak adam değilsin. Sen niye böyle yapıyorsun? Sana yakışmaz, senin adına yakışmaz. Bazen nispet de verilebilir ya.
sen o babanın, o ananın evladısın. Sana yakıştı mı bu? Sen bırak onu. Öyle şeylerle uğraşma. Bu azarlamaktan, bağırıp çağırmaktan, zorla elini kolunu bağlamaktan daha etkilidir. O da o zaman zaten ben özgürce bunu terk ediyorum diyor. Eğer o bir günah varsa, bir şey varsa. Ama yok zorla, eli maşalı, elde sopayla, yok bunu yapacaksın, yapmıyorum. Yapsam da isteyerek yapmıyorum ki, zorla yaptırıyorsun. Çünkü yapsa da bakacak, o hadisi o da görecek ve benimki korkakların ibadetiymiş demek ki. Veya tacirlerin ibadetiymiş. En iyisi hürlerin ibadetidir. O konuda da Allah razı olsun. Çok doğru, düzgün bir metodolojidir. Onun da katkısını ve faydasını hepimiz, ben de şahsi olarak diyorum, rahmetlinin o sözlerinin, sohbetlerinin katkısını almışız, faydasını görmüşüz. Bugün de hamdolsun sizin gibi çok değerli alimlerimiz, üstadlarımız var. Onlar da anlatıyorlar. Sizden de yine aynı şekilde istifade ediyoruz. İşte biz de, ben biraz sizden rol çalayım, müsaadeniz olsa. Buyurun. Hazır sizi de bulmuşken burada Zeynepiyemizde, İstanbul'umuzda, bu güzel mekanda az önce de gezdik beraber. Bir de Türkiye'deki, çünkü Azerbaycan'dakiler sizi dinliyorlar, soydaşlarımız. Buradaki soydaşlarınız, akrabalarınız da var. Onlara da inşallah biraz siz buyurun sohbet edin. Gençler ne yapmalı, nelerle uğraşmalı, nelere dikkat etmeli, hayatını hangi açıdan düzene sokmalı, neler düzeni bozuyor. Siz daha iyi bilirsiniz. Biraz da onlardan konuşalım. Gençlere bir güzel genç alimden tavsiyeler dinleyelim inşallah. Biz de istifade edelim. Teşekkür ederim. Allah köməyiniz olsun. Allah sizdən razı olsun. Təbii ki, gənclərə tövsiyə etmək, belə deyim ki, çətin bir məsələdir mənim üçün. Çünki düzgün bir tövsiyə etməlisən, düzgün şeylər seçməlisən, düzgün şeylər təqdim etməlisən onlara. Və əvvəla gənclərə elə bir şey tövsiyə etməliyik. Gənclər, məsələn, mən bir şey tövsiyə etsəm, onlar mənim həyatıma baxacaq ki, sən necə yaşayırsan, yəni necə bir insansan, necə yaşayırsan, birinci sənin həyatıma baxaq, sonra sən bizə həyat öyrət. Mən gənclərə tövsiyə deməyim, o biraz çox olar mənim üçün. Belə deyim, mən də bir gəncəm, gənclərlə bir dostcasına tövsiyə kimi deməyim, yəni bir dərd ortağım kimi deyim. Tutaq ki, mən də gəncəm və mənim də özümə tövsiyə lazımdır. Nə istəyirəm? Mən bir dərd ortağı kimi gənclərə söz deyə bilərəm. Əvvəla budur ki, hər şeyi qəbul eləmək. Tamam. Bu, bütün gənclərin bir hissidir. Onlar hər şeyi qəbul etməzdir. Mən də ona razıyam və dinimiz də deyir ki, hər şeyi qəbul etməyin. Yəni, kör-körənə addımlar atmayın, kör-körənə şeyləri qəbul etməyin. Bayaq söz dediniz, məsələn, bəzi batil məktəblər, batil ideologiyalar, onlar insanları necə özlərini cəzb edə bilirlər. Bayaq dediniz, onlar mərhəmət göstərir. Yəni, məsələn, baxır, görür ki, bu başqa, misal olaraq, dində qala bilmədi, dini xoşlamadı. Çünki dini buna tanıtdıran çox qəzəbli danışırdı, ondan aqressiv danışırdı və bu da öz batil ideologiyasından onu özünə cəzb etmək üçün nədən istifadə edir? Mərhəmətdən istifadə edəcək, sevgidən istifadə edəcək ki, onu cəzb eləyə bilsin. Yəni, gənclər hər şeyi qəbul etməməlidir. Sorğulamaq bir anlayışı olmalıdır. Sorğulamalıyıq. Bizim dinimiz deyir ki, sorğulayın. Hədis də var hətta bu barədə, sorğulamaq lazımdır. Bəzən bizim dindarlar içərisində görürsən ki, məsələn, dini sorğuluyuram. Sorğulamaq necə? Nə mənada? Mən demirəm din səhvdir, mən demirəm bu şey səhvdir. Amma öyrənmək istəyirəm, nə üçün belədir? Yəni, dogmatik bir yanaşma olmamalıdır. Sorğuluyursan, deyirsən küfr eləyəcəksən, yolva azacaqsan. Niyə? Olmaz, sorğulama. Niyə? Mən sorğulamaq istəyirəm. Mən şəriətin filan şeyini sorğulamaq istəyirəm. Əqidənin filan şeyini sorğulamaq istəyirəm. Yəni, mən istəmirəm körə-körənə bunu qəbul edim. Sorğulamaq hissi olmalı, insanlar sorğulamalı. Gənclər ilk olaraq ən öndə olan məsələ budur ki, bəli, mən də sizinlə razıyam, sorğulamadan heç nəyə qəbul etməyin. İkinci məsələ bundan ibarət ki, ehtiyac məsələsi var. İnsan ehtiyaclıdır. İnsan öz ehtiyacını axtarır bu dünyada. Həmişə mən hər yerdə danışanda bunu deyirəm. İnsanın müəyyən ehtiyacları var.
biz bu dünyaya gəlirik, doğuluruq, boya başa çatırıq, məktəb oxuyuruq, orta məktəb oxuyuruq, universitetə daxil oluruq. Sonra hansısa bir şirkət sahibi oluruq, işləyirik, amma müəyyən bir yaş həddinə gəlib çatır. Görürsən ki, bütün bu etdiklərim mənə kifayət etmədi. Yəni mənim ehtiyacımı ödəmədi. Orta məktəbi bitirdim, dedim universitet oxuyacağam. Getdim universitet oxudum. Gördüm bu deyil. Dedim iş sahibi olacağam. Getdim iş sahibi oldum. Dedim müdir olacağam. Bir gedirəm. Artıq insan qozalır, yaşlaşır, başa düşür ki, mənim ehtiyacım bu deyilmiş. Gənclər ilk olaraq biz gənclər ehtiyacımızı doğru düzgün tapmalıyıq. Bizim ehtiyacımız nədir? Nə istəyirik biz? Bəli. İndi mən burada desəm ki, bizim ehtiyacımız Allahdır. Quran deyir, ya əyyuhənnəs entumul fuqara ilallah. Ey insanlar, siz Allaha ehtiyaclısınız. Yalnız siz sizin bir ehtiyacınız var Allaha. Və yaxud da əla bi zikrillahi tətməinnul qulub. Bilin ki, qəlblər, hətta burada qəlblərdən məqsəd belə deyərdim, psixoloji durum. Sənin psixoloji durumunun yaxşılığa getməsi, qəlbinin aramı olması Allahı zikr etmək, xatırlamaqdır. Allahı zikr etmək, yəni dildə Allah, Allah demək yox, təkcə bu yox. Allahı zikr etmək, yəni həyatı Allaha qat. Allahı yaşamaq. Allahı yaşamaq. İşlərini Allahla gör. Yəni ilahi bir həyat yaşa, Allahlı bir həyat yaşa. Akışın ilahi, duyumun ilahi, kəlamın ilahi, attığın adım, düşündüyün fikir. Bu insana həm də insanda motivasiya verəcək. Bu günlərim hansısa bir gənc görürsən ki, olub bu şeylərdə intihara əl atır, intihar eləmək istəyir. Səbəb nədir? Çünki bu maddi şeylərə bağlanıb. Bu dünyada itki var, itirəcəksən. Mərhum Ustad da deyirdi, bu dünyada itirmək var. Bunu qəbul et. Bu dünyada hər şey yaxşı olacaq deyilən bir şey yoxdur. Hər şey necə yaxşı olacaq, sənin daxili durumuna bağlıdır. Amma sən bu dünyada xəstələnə də bilərsən, qəza keçirə də bilərsən, sən məsələn valideynləri də, yaxınları da itirə bilərsən. Bu dünyada aram olmaq, bu dünyada ümumiyyətlə itki deyilən bir şey qəbul edir. Bunu qəbul etməlisən. İnsan bunu öyrəşməlidir. Din nə üçündür? Din ona görə gəlib ki, bizi həmin o psixoloji olan aramlığa tərəf yönəltsin. Bəzən belə bir şey olurdu. Məsələn, deməli biz yaşımız az olanda insanlar dinə gəlirdi, namazı qəbul edir, namaz qılırdılar, dinə gəlirdilər. Öyrənirdin ki, sən nə üçün dinə gəlirsən? Deyirdi ki, baxırsan ki, araşdırırsan ki, bunun dinə gəlməyi səbəb budur ki, dinə gəlir ki, çətinliklə üzləşməsin. Buna bəla gəlməsin, çətinlik gəlməsin, itkisi olmasın. Sonra insan böyüdükcə, dini araşdırdıqca başa düşür ki, xeyri, din səni gəlib bəladan qorumur, itkidən qorumur. Dindar da itirir, qeyri-dindardır. Dindarın da başına bəla gəlir, qeyri-dindarın da. Fərq eləmir. Belə bir şey yoxdur. Din insanı bəladan sığortalamır. Amma din neyini? Din deyir ki, mən sənə psixoloji, mən sənə qəlbə aramlıq verəcəm. Səni rahat edəcəm. İman gətirmək nədir? İman gətirmək yəni budur ki, ilahi, sənin bütün dediklərini qəbul edirəm. Mən bilirəm ki, bu dünyada itki var. Gənclər bunu anlamalıdır. Universitet hər şey deyil. Şirkət sahibi olmaq hər şey deyil. Pul hər şey deyil. Bəlkə də bu sözümü hansısa bir gəncə, az yaşlı olan bir insana desəm, o qəbul eləməyəcək ki, sən nə danışırsan, sən bilməzsən. Eybi yox, qəbul eləsin. Məni tənqid etsin. Amma müəyyən bir yaşa çatandan sonra özü də görəcək. Yəni, Allah bunu görəcək. Eybi yox, sən az yaşında məni inkar elə, tənqid elə, tamam. Özün bir gün ki, başın daşı dəyəcək, özün bir gün deyəcəksin ki, hə, düz deyirdim. Doğrudan da insan bu dünyaya hər şeyə bağlanmamalıdır, hər şeyə müvəqqəti. Allahın bizlə davası budur ki, mən baqiyəm, hər şey fani. Quranda ayə var, deyir, Allah yanında olan hər bir şey baqidir, sizdə olanlar fanidir, fani. Dəfələrlə bu şeylər deyir. Demək istəyir, mənim bəndəm başa düş ki, sən baqiyə meyillisən. Baqiyə yəni nə? Sən elə bir şey istəyirsən ki, o daimi olsun, qalıcı olsun, aradan getməsin, həmişə olsun. Fani isə odur ki, o müvəqqətidir. Pul müvəqqətidir, iş müvəqqətidir, keçici. Bəli. Gənclərimiz bəzən pulu, bəzən universiteti, bəzən nə bilim, dünya şeylərini baqi kimi yanaşırlar. Yəni, onlar elbət ki, hər şeylə budur. Yox. Öyrəşməlisən ki, bunlar fanidir. Bir gün gedəcək. Bir də şeyin sınırı da yox ki hocam.
Bu telefonu aldım. Bugün seneye o bir telefon çıktı. Onu almam lazım. Seneye o bir telefon çıktı. Onu almam lazım. Veya araba aldın. İşte şu model aldım. Sonra bu model aldım. Onun da üstünü aldım. Bunun üstünü aldım. En pahalı arabayı mı aldın? Sonra yanında bunu da alayım o zaman. Yani bu bitmiyor ve o doygunluk da gelmeyecek sana. Ve bundan sonra insan o boşluğa düşüyor. Yani o dediğiniz şey çok doğru. Hiçbir şey artık ona tat vermiyor. En pahalı arabayı, en hızlı arabayı da ver. Tamam, bu da aynı. O da aynı. Ne fark etti? Telefon aldın. İşte onun kamerası da aynı. Bunun kamerası da biraz daha iyi. Yok, bakıyorsun o da aynısını çekiyor. Bu ikisi de alo diyor. Kıyafet. Yani kıyafettir de sonuçta bir gömlek. En pahalı gömlek ile normal gömlek veya ucuz gömleğin de farkı yok. Bir yerden sonra hakikaten o tad vermiyor. İçtiğin çay, sen en ucuz çayı da içebilirsin. Mesela ben burada Zeynebiye'de çok orta halli bir çay vardır. Yani mahallenin en ucuz çayını Zeynebiye'de içebilirsiniz. Ben o Zeynebiye'de içtiğim çayı hiçbir başka yerde, hatta evimde dahi içtiğim çaydan o tadı alamıyorum. Burada sen yani o maddi şeylerin doygunluğu yok, onlar sonu yok, sınırı yok ve o artık senin daha da stres vermiş olacak. Bazen sen bu ucuz çayı içerken ama kalbin rahattır, stres yoktur hayatında, keyiflisindir. Bunu içersin. Sorunun varsa dahi kalbin güçlü olduğu, doğru anladım değil mi? Kalbin güçlü olduğu için eyvallah, zaten o dert de gelip geçicidir. Yani bu maddi şeyi gelip geçici olduğu gibi bu dert de gelip geçicidir. Bu dünya zaten fanidir. Ondan sonra o bir tarafı var bu işin. Dediğinde otomatikman stres gidiyor. O yüzden bu içtiğin çayın tadını alabiliyorsun ama stresli olduğu zaman bir insan dünyanın en büyük yerinde, en kalabalık, en meşhur restoranında, en meşhur çay bahçesindeki en güzel çayı da işte o tadı alamıyor. Çünkü stres var. Buyurun. Bəli, tamamilə doğrudur, o cürdür. Elə biz həm də bunu görürük, gənclərdə də o stresi görürük. Bayaq dedim, stresin yaranma səbəbləri o həmin baqini tapa bilməməkdir. Davamlı olan bir şeyi tapa bilməməkdir. Mən o baqinin adını, o davamlı olan şeyin adını, məsələn, burada televiziyada birbaşa demirəm ki, o Allahdır. Yəni demirəm, çünki desəm, deyəcək ki, öz fikrini təqdim eləyir. Amma araşdırın, özünüz araşdırın. Gənclər, hər bir gənc özü araşdırmadı, kimdir o davamlı olan? Kimdir sənə həyatını təravətli edən? O bayaq deyirsiniz, telefon aldı, bunu satır, yenisini alır. Biz sizlə görürük, çünki artıq onun üçün köhnəli, köhnə oldu. Yeni bir şey istəyir, təravəti qorumaq istəyir. Din gəlir, hər bir şeyin təravətini qoruyur, sənə təravətli bir şey təqdim edir, baqi olan bir şey təqdim edir. Dinin davası, Allahın bizlə davası budur. Allahın bizlə başqa bir davası yoxdur, davası ancaq budur. Və bizim də problemimiz nədir? Elə gənclərin də, biz gənclərin problemi nədir bəzən? Biz də Allahla davaya çıxırıq. Biz də Allahla dava edirik. Yəni, deyirik ki, din mənim əlimdən hər şeyi almağa gəlib. İstəyir ki, mənim əlimdən hər şeyi alsın. Amma Allah demək istəyir ki, mən sənin əlindən heç bir şeyi almıram. Mənim səndən düşmənçiliyim yoxdur. Şəxsi qərəzliyim yoxdur. İstəyirsən get bahalı maşın sür, istəyirsən get bahalı ev var. Olmalı imkan varsa elə, nə istəyirsən elə, özün bilərsən. Mənim səndən davam budur ki, bu qəlb var, qəlb. Qəlbini ona bağlama. Bir gün əlindən çıxar, çox pis düşərsən, çox pis narahat olarsan. Bax, onda gələcəksən mənim yanıma, deyəcəksən, ilahi, düz deyirdin. Yəni, bugün biz baqi olanı deyəndə özünüz araşdırın, görün qalıcı nədir? Məsələn, mən desəm ki, dini araşdırın, hər bir insanın, bizim etiqadımızda da bu var, hər bir insan ömründə bir dəfə də olsa dini araşdırmalıdır. Bir dəfə də olsa dini araşdırmalıdır. Demirəm, gəl dindar ol, amma dini araşdır. Bəlkə sənin istəkləri o din verir. Şəxsiyyət üzərində dinə qiymət vermə. Bəzən bizə hacılara bu şey irad edirlər. Filan kəs həcidir. Həcidirsə pis insan. Niyə? Həcilər məsələn belə olur. Bir nəfər hacı getdi, indi kimisə aldatdı. O deməkdir ki, bütün hacıya gedən hamısı pis insandır. Şəxsin üzərində dini qurma. Sən özün get, dini araşdır. Özün get, araşdır. Bir nəticə gəlməsən, bəli. Ona benim bir örneğim var. Müsaaden olsa onu diyeyim. Buyur. Mesela doktor, tabip. Bazen doktora gidiyorsun. Doktor diyor ki işte şunu içme, şunu yeme. Televizyon olduğu için isimlerini veremiyorum. Falan şeyi içme, falan şeyi çekme diyor sana. Evet. Sana zararı var diyor. Tamam diyorsun. Sonra bakıyorsun ki doktor o zararlı olan şey neyse onu çekiyor.
veya onu içiyor. Onu kullanıyor. Orada ne diyoruz? Tıp ilmine küsmüyoruz biz. Tıbba küsmüyoruz. O doktora kızıyoruz, küsüyoruz. Diyoruz ki bu doktor yalancı doktor kardeşim. Kendin diyorsun ama kendin uymuyorsun. Doktoru suçluyoruz. Tıp ilmini, bu ilmi suçlayıp sağlık ilmini suçlamıyoruz. Dinde de aynı şekilde. Dindar insan hacı olsun, hoca olsun, şeyh olsun, molla olsun fark etmez. O bir yanlış yaptığında dinin suçu yoktur. Dine niye günah şey atıyorsun? O hocanın, o hacının, o dindarım diyenin suçudur. Dine küslük olmaz. Burada ben diyorum boşuna kendinize mazeret uydurmayın. Orada kişiyle her zaman kişi sorumludur. Kişiye bakacaksınız. Siz dinle işiniz olmayacak. O da kendisi deyip yapmıyorsa kendisi de uymuyordur. Zaten o da normaldir. Kimse peygamber değil ki. Herkesin de günahı hatası olabilir. Buyurun. Mənim sözüm bura qədər. Elə sonda da bunu qeyd edim ki, mərhum ustadın sözü ilə deyim və həm də çalışmalıyıq ki, bugünkü biz deməli bugünkü dünya üçün doğru dünya görüşü formalaşdıraq. Yəni nə mənada bugünkü zamanın ehtiyacları nədir, aktual məsələlər nədir, insanlar nə istəyir, bunları öyrənməli və ona uyğun elmimizi formalaşdırıb onlara cavab verməli. Yəni xülasə desək, elmli olmaq lazımdır. Eyvallah. Ağzına sağlık. Ağzınıza sağlık bu güzel Çok anlatımınızdan dolayı. Programımızın sonuna yavaş yavaş yaklaşıyoruz. Güven Hocam sizin söylemek istediğiniz, eklemek istediğiniz veya... Benim bir temennim ve hocamızın da sözünü duymak istediğim bir şey var. Bu iki kardeş ülke, yani bu bir slogan değil, gerçekten öyledir. İki devlet ve bir millet olduğu her yerde belli olan, ayan beyan gördüğümüz. Ben Azerbaycan'da bir dönem kaldım, biliyorum. Hocam da buraya gelip gidiyor, görüyor. Rabbim öncelikle bu iki devletimizi payidar eylesin. Amin. İlelebet inşallah bu devletlerimiz var olsun. Tüm Türk devletleriyle beraber, özellikle de bu tüm dünyanın bence imrenerek baktığı, bazılarının da hatta kıskandığı, ya bu iki tane farklı devlet ama aynı, neredeyse aynılar. Şimdi mesela bizim kuzeyimizde görüyoruz. Aslında aynı amca çocukları olan işte Rusya-Ukrayna problemini görüyoruz. Aynı milletin adamılar, doğru biliyorum değil mi? Yani baya yakınlarmış onlar da. Evet. Ama birbirlerinin canına girmişler. Avrupa'da da zaten kaç yıl geçtik üstünden. Avrupalılar da çoğusu aynı millet, birbirlerini boğazladılar da bu 2. Dünya Savaşı'nda daha 100 yıl geçmedi üstünden. Birbirlerini öldürdüler. Aynı inançtan olmalarına, aynı ırktan olmalarına rağmen, aynı toprağı, aynı suyu içmelerine rağmen yaptılar. Ama çok şükür Türkiye ve Azerbaycan devletleri ve bu güzel yüce Türk milleti tüm dünyaya örnektir. Allah bu iki devleti her zaman güçlü, payidar, azametli etsin. Bu yüce Türk milletini de hocamın da başlarda buyurduğu gibi Şiisiyle, Sünnisiyle beraber bu bayrakların altında kol kola, omuz omuza etsin. Yine demeden geçmeyelim. Her zaman diyoruz. Çok sevindik. O yüzden diyoruz. Çok hoşumuza gidiyor. Karabağ'ı hamdolsun beraber azat ettik. Bizim de hem duamız hem de hamdolsun devletimiz de Azerbaycan devletimizin yanındaydı. Bizim Aşkın Şehidi kitabının yazarı Ahmet Turgut Hoca bizim aşure tiyatrolarında da senaristlik yapıyor. Onun güzel bir sözü var. Türk'ün Şiisiyle Sünnisi birleşince Karabağ'ı azat etti. Ümmet de birleşirse daha diğer işgal edilen toprakları da nerede varsa onları azat edebilir. Bu çok güzel bir örnektir. Şii Azerbaycan Türk'ü, ki orada da Sünni Türk vardı. Buradaki Sünni Türkiye'deki Türkler ve Şii Türkiye'deki Türkler da o mezhep bu mezhep bakmadan Türk'ün toprağıdır diyerek beraber kimi dua etti, kimi cepheye gitti, kimi silah verdi, kimi silah kullandı, kimi can verdi, kimi bedenini verdi. Hamdolsun Karabağ Azerbaycan'dır dedi, Türk toprağıdır dedi. Oradaki o camilerden yine La ilahe illallah sesleri, Allahu Ekber sesleri geliyor. O camilerin ne duruma düşürdüklerini biliyordur ne yazık ki.
acı görüntülerden haberimiz vardı. Rabbim iki devlete de, iki devletin yöneticilerine de, liderlerine de, akıllarına da uzun ömür, hayırlı, bereketli ömür versin. İnşallah bu iki devlet bir oldukça, bu iki millet demek yanlış oldu, bu tek millet bir oldukça bizim sırtımız yere gelmez. En güzel, hocam herhalde belki burada da bana katılır. Dünyada birçok ülke gezdik, gördük. İslam'ın en güzel yaşandığı, yaşatıldığı yerler de yine bu coğrafyadır. Evet. Bu Ehl-i Beyt coğrafyası dediğimiz hakikaten bu coğrafyada farklıdır. Mesela mübarek Ramazan ayı ben hep diyorum İstanbul'da olduğu gibi başka bir yerde yoktur. Birçok ülkede gördüm. Doğru. İstanbul'daki Ramazan ayının o hem bereketi, rahmeti, maneviyatı, şenliği bambaşka bir şeydir. Allah bu iki devleti beraber etsin. Bu iki devletin ilim insanlarını, bilim insanlarını, siyasilerini, askerlerini, milletini, yaşlısını, gencini, kadınını, erkeğini, çoluğunu, çocuğunu akıllı, ferasetli, basiretli ve birbirine dost eylesin. İnşallah bu kırmızı beyaz ay yıldızlı al bayrağımız da, oradaki üç renkli bayrağımız da her zaman dalgalansın. İnşallah gitgellerimiz daha fazla olsun. Kıymetli Üstad Elbrus hocamız gibi diğer hocalarımız da inşallah onlar da burada ağırlayacağız. İnşallah biz de oralara gideceğiz. Bu birlik devam etsin. Bu birlik devam ederse Türk, Azerbaycan'da ve Türkiye'de beraber olursa, birlik olursa hem hocamın çok güzel anlattığı milli değerlerini hem de manevi değerlerini yaşar ve yaşatır. Tüm dünyada yine bizi kıskanırlar, uzaktan bakarlar. Bugünlerde görüyoruz, okuyoruz. Hem bu bölgede hem Avrupa'da, okyanusun o tarafında bir şeyler, belli ki bir şeyler yine planlanıyor. Bir saflar şekilleniyor. Acaba işte o ülke hangi ülkeden yanılacak, bu nereden olacak derken biz bir şeyden eminiz. Türkiye ile Azerbaycan aynı safta olacak. Beraber olacak. Bunun verdiği güvenden başka, ya bu başka bir ülkede yok. Kimse bunu diyemez. Ben buradaysam şu ülkede benim yanımdadır diyemez ama Türkiye ile Azerbaycan her adımda, her yerde, her platformda beraberdir. Allah beraber etsin. Allah bizim dostluğumuzu, bu iki vatanın devletçe, milletçe beraber olma ferasetini, basiretini, aklını ve isteğini bizden almasın diyorum. Allah iki devletimizi de milletleriyle beraber, sizin gibi değerli hocalarla beraber var etsin. Teşekkür ediyoruz hocam. Allah Ehl-i Beyt sevgisini de elimizden almasın diyorum. Bir dua etsin inşallah. Tabii ki. Buyurun için. Size bırakacağım son sözü. Bütün dualarınıza amin deyirəm. Allah sizləri var eləsin. Allah həqiqətən də Türk millətlərini qorusun. Həm Türk, həm Azərbaycan dostluğunu əbəd eləsin. Bütün dualarınıza amin deyirəm. Allah bizim düşmənlərimizi bizdən belə deyim, uzaq etsin, düşmənlərimizi məhv eləsin və bizim aramızda olan o qardaşlığı daim eləsin inşallah. Teşekkür ederim. Allah razı olsun. Ayağınıza sağlık. Teşekkür ediyoruz. Allah bilginize, ilminize bereket versin inşallah. Bizlere konuk oldunuz. Teşekkür ederiz. Ayağınıza sağlık. Evet değerli izleyicilerimiz, bu hafta Ehl-i Beyt Coğrafyası programımızda değerli Caferi Alimi Elbrus Kerimov ve değerli Caferi Alimi Güven Dumanlı hocam bizlerle birlikteydi. Haftaya tekrar aynı saatte, aynı günde görüşmek üzere. Hoşça kalın.